Övladımızın inkişafının gecikməsinə nələr səbəb ola bilər? İstəyirəm bu barədə danışaq Fidan xanım. İlk öncə biz müayinə zamanı hansı suallar veririk valideynlərə? Genetik faktorumuz varmı? Çünki genetik faktor əlbəttə ki, ən önəmli rol oynayır. Amma bunu da arxalamaq düzgün olmaz ki, genetik faktorda belə bir hal varsa, o zaman rahat olaq ki, bəli, atası düzəldi, bu da gələcək 5 yaşında düzələcək. Bəli, və əlbəttə ki, belə bir hallar da ola bilər ki, ola bilər sizdə yüngül ləngimə olub, amma övladımızda bu daha qabarıq formada özünü göstərsin. Ona görə də əgər belə bir nüansı varsa, zamanında mütləq şəkildə müdaxilə etmək lazımdır. Daha sonra ananın hamiləlik dönəmi necə keçib? Hamiləlik dönəmində hər hansı bir xəstəliklərlə qarşılaşmışıqmı və yaxud da dərman müalicəsi, stresin özü belə övladımızın belə deyim, inkişafına təsir göstərən faktordur. Və bir digər məqam da ondan ibarətdir ki, bəzən cüzi bir ləngimələr olur övladımızda. Daha sonra telefon, televizor kontaktının hədsiz dərəcədə çox olması, çünki belə bir valideynlərlə də rastlaşırıq ki, günün çox hissəsini, körpəni belə ekran qarşısına qoyuruq ki, mənim digər işlərim var, məşğul ola bilmirəm, heç bilmirəm necə övladımla məşğul olacağam. Daha çox TV asılılığı belə deyim olur övladlarımızda və o da sözsüz ki, övladımızın inkişafına təsir göstərir.